Testosteron. Əslində düzgün yazılışı belə olan bu hormonu bəzən xroniki xəstəliklər, bəzən yaş, bəzən isə səviyyəsini qaldırmaq üçün etdiyiniz inyeksiyalar get-gedə aşağı düşməsinə, səviyyəsinin azalmasına gətirib çıxarır. Testosteron hormonunu sadəcə həyat tərzimizi dəyişərək, müəyyən qidalar qəbul edərək səviyyəsini artıra bildiyinizi bilirdiniz. İndi sizə testosteron artıran qidaların siyahısını sayacağım və hansı qida əlavələrindən istifadə etməlisiniz. Bu videodan onu öyrənib testosteron səviyyəsini təbii yollarla artıra bilərsiniz. Tərkibində kalsium, maqnezium, omega 3, əsasən sink, xolesterin kimi məhsullar olan qidalardan istifadə etsəniz, bununla bərabər idmanla məşğul olub, iynəsiz, dərmansız, heç bir protein qəbul etmədən əzələ kütlənizi artırsanız, testosteron səviyyənizin get-gedə artdığının şahidi olacaqsınız. Bir də unutmamaq lazımdır ki, testosteron iynələri öz testosteronunuzun get-gedə azalmasına səbəb olur. Ona illah da dərman içmək istəsəniz, onda içində kalsium, maqnezium, omega 3, sink, selen olan qida əlavələrindən alın və 1 aylıq, 2 aylıq kurslarla o dərmanlardan istifadə edin.